Bugün Digital Leadership proqramı çərçivəsində növbəti tədbirimizə toplaşmışıq. Tədbirdə 55 dövlət qurumundan 60-dan artıq həmkarımız və rəqəmsallaşma üzrə ekspertlərimizi bir araya gətirdik və tədbir çərçivəsində ölkəmizdə rəqəmsallaşma istiqamətində həyata keçirilən tədbirlər və icrası nəzərdə tutulmuş fəaliyyət istiqamətləri müzakirə edilmişdir. Qeyd etmək istərdik ki, Cənab Prezidentimizin 16 yanvar fərmanı ilə rəqəmsal inkişaf konsepsiyası təsdiq edilmişdir. Həmin konsepsiya çərçivəsində ölkəmizdə rəqəmsallaşmanın gücləndirilməsi, rəqəmsal inkişafın mühüm istiqamətləri təsbit olunmuşdur. Rəqəmsal inkişaf konsepsiyası çərçivəsində ölkəmizdə məhz rəqəmsal hökumətin quruculuğu və eyni zamanda rəqəmsal cəmiyyətimizin formalaşdırılması və rəqəmsal biznesin inkişaf etdirilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi əsas mühüm istiqamətlərdir. Tədbir çərçivəsində ölkəmizdə rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər və konsepsiyadan irəli gələn fəaliyyətin əhatə dairəsi müzakirə edilmiş, qurumlarımızı maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılmışdır. Müzakirələr çox maraqlı keçdi. Bir neçə deyək ki, panel müzakirələr oldu. Sektorda rəqəmsal hökumət quruculuğunu sürətləndirmək baxımından, hökumət yönümlü rəqəmsal həllərin ortaya çıxarılması, ictimai əhəmiyyət kəsb edən rəqəmsal həllərin ortaya çıxması, ictimai sosial əhəmiyyət kəsb edən xidmətlərin rəqəmsallaşması baxımından bugün burada keçirilən müzakirələr düşünürəm ki, kifayət qədər əhəmiyyətlidir. Yəqin ki, biz yaxın dövrdə bunun müsbət nəticələrini də görəcəyik. Mərkəzi Bankın təcrübəsi haqqında da danışmaq imkanımız oldu və müzakirə mövzumuz GovTech və onun yaratdığı imkanlar haqqında idi. Regulativ sandbox adlandırdığımız layihə maliyyə sektoru üçün yeni və innovativ bir təşəbbüsdür. Bu təşəbbüs vasitəsilə biz maliyyə sektorunda olan startaplara real test mühitində, real istifadəçilərlə həmin o məhsullarını test etmək üçün bir mühit imkan yaradırıq. Bu da düşünürük ki, ümumi ölkədə qanunvericiliyin yeni qaydaların yaranması üçün çox gözəl bir mühit yarada bilir. Digital Leadership proqramının ən böyük tövhəsi də məhz bütün dövlət qurumları arasında bir əməkdaşlıq yaratmağıdır. Digital Leadership layihəsi bir platforma, bir mühit yaradır ki, dövlət qurumları bir ortaya gələrək ölkəmizin rəqəmsal gələcəyinə doğru həlləri, çağırışlara düzgün reaksiyanı müzakirə edib bir plan qura bilsin və inanıram ki, bunun nəticəsi də çox gözəl olacaq.